Salam dostlar, xoş gördük sizləri. Deməli, İlham Əliyevin Münhen və Amerikadakı sərgüzəştlərindən sonra siyasi məhbuslara qarşı həbsxanalarda təzyiqlər görünməmiş həddə artıb. Nədən ibarət idi bu sərgüzəştlər? Xatırlayım. Deməli, Münhendə həm İlham Əliyev, həm Mehriban Əliyev var. Bu Emin Hüseynovun sualları qarşısında aciz qaldılar və çox biabırçı bir cavablar veriblər. Ardınca da İlham Əliyevi mühacirlər Vaşinqtonda qarşıladılar, siyasi məhbuslara azadlıq tələb elədilər və İlham Əliyevin əsəbləri davam gətirmədi və mühafizəçilərinə göstəriş verdi ki, etiraz aksiyaçılarına qarşı zor tətbiq eləsin, onlara qarşı güc tətbiq eləsin. Vurdular, hücum elədilər etiraz aksiyaçılarına və indi bütün dünyada buna qarşı etirazlar var. Amerikanın özündə Amerika prokuroru məsələ ilə bağlı araşdırma aparır və yəni çox güman ki, cinayət işi açılacaq. Çünki açıq, aydın şəkildə yalnız bu qanunlara pozulmayıb, həm də Amerika cəmiyyətinə, Amerika dövlətinə qarşı sayğısızlıq nümayiş etdirilib. Yəqin ki, bunun bir bədəlini ödəyəcəkdir İlham Əliyev. Amma İlham Əliyev bundan sonra nə eləməyə başlayıb? Əsas məsələ budur. İlham Əliyev Bakıya gələr-gəlməz Tofiq Yaqublunu Karsa saldı. Niyə Tofiq Yaqublunu? Çünki Amerikada İlham Əliyevin qarşısını kəsib siyasi məhbuslara azadlıq tələb edənlərin başında duran, başda gələn şəxs Rəhim Yaqublu idi. Tofiq Yaqublunun oğlu idi. Tofiq Yaqublunun oğlu Rəhim də atası kimi Qarabağ müharibəsi iştirakçıdır. Uşaqlıqdan azadlıq, demokratiya uğrunda mübarizədə iştirak edən bir Azərbaycan gəncidir. Ümumiyyətlə, Yaqublular ailəsi Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün bir ailə nə etmək lazımdır, artıqlaması ilə edir. Çox böyük məşəqqətlərə, çox böyük təzyiqlərə baxmayaraq, insan haqları, azadlıqlarla bağlı tələblərindən geri çəkilməyin. Və bu baskılara baxmayaraq, bu ailəsinə qarşı olunan haqsızlıqlara baxmayaraq, Tofiq Yaqublu dəfələrlə həbs olunmasına baxmayaraq, Rəhim Yaqublu 44 günlük müharibədə səngərin önündə olub, hücumun önündə olub, döyüşlərdə iştirak edib, Qarabağ müharibəsi qazisidir, Qarabağ müharibəsi iştirakçısıdır. Və İlham Əliyev Bakıya dönər-dönməz Vaşinqtondan Tofiq Yaqublunu Karsa salıblar və ona qarşı təzyiqlər artıb. Tək Tofiq Yaqubluya qarşı yox, eyni zamanda Meydan TV-nin xanım əməkdaşlarına qarşı təzyiqlər başlayıb. Eyni zamanda digər həbsxanalarda, digər zonlarda olan siyasi məhbuslara qarşı təzyiqlər başlayıb. Nə baş verir? İlham Əliyev siyasi məhbuslardan şərləyib, üzərlərində böhtan atıb, həbs etdiyi şəxslərdən girov kimi istifadə etmək istəyir. Və açıq şəkildə Azərbaycan müxalifətinə, ona müxalif olan şəxslərə, etirazçı mediaya mesaj ötürür ki, mənə qarşı çıxsanız, mənim əleyhimə aksiyalar keçirsəniz, sizin dostlarınızın başına min oynatacağam həbsxanada. Bu, o deməkdir. Tofiq Yaqublunun həbsə salınması, Meydan TV-nin xanım əməkdaşlarının otaqlarına kişilərin basqın etməsi, onlara fiziki zor tətbiq etməsinin arxasında İlham Əliyevin sərəncamıdır, İlham Əliyevin tapşırığıdır. İlham Əliyev çox narahatdır, xüsusən də mühacirlərin aktivləşməsindən. Bilirsiniz ki, bu Emin Hüseynovun məlum videolarından sonra, bu ailəni ifşa edən videolarından sonra Əliyevin göstərişi ilə Avropaya bu qatil dəstələri göndərilib və 20 nəfərdən yuxarı müxalif fəalın fiziki cəhətdən məhv edilməsinə göstəriş verir. Bu ilə bağlı artıq Avropa hüquq mühafizə orqanları məlumatlandırılıb, bizdə olan faktlar ona verilib. Onu da xatırladım ki, İlham Əliyev qatildir və Avropada qətllər həyata keçirilir. Vidadi İskəndərlini qətlə yetiriblər, Vüqar Rizayevi qətlə yetiriblər, Bayram Məmmədovu qətlə yetiriblər, Hüseyin Bakıxanovu qətlə yetiriblər. Bu, ölkə xaricində İlham Əliyevin törətdiyi qətillərdən söhbət gedir. Eyni zamanda İlham Əliyevin göstərişi ilə Azərbaycan hökumət diasporası artıq siyasi mühacirlərə qarşı kampaniyaya başlayır. Ayrı-ayrı hökumət tulaları müxtəlif sosial şəbəkələrdə müraciətlər yayırlar ki, İlham Əliyev Avropaya səfər edəndə biz onu qorumalıyıq, siyasi mühacirlərə qarşı
müqavimət göstərməliyik, siyasi mühacirləri döyməliyik, öldürməliyik, belə çağırışlar var. Bu çağırışlarla bağlı biz hüquq mühafizə orqanlarına müraciət etmişik. Biz müəyyənləşdiririk ki, kimlərdir bunu edən və bu fəsadları nədən ibarət ola bilər. Bax, digər bir tərəfdən İlham Əliyev məhkəmələr vasitəsilə bilirsiniz ki, xaricdə olan bir sıra blogerlər, ictimai fəallar haqqında Bakıda qiyabi hökmlər çıxardı. İlham Əliyev bütün vasitələrdən istifadə edir. Bax, diasporanı bizim üstümüzə qaldırır və burada xaricdə Azərbaycanlılar arasında qarşı durma nifaq toxumu səpir. Bizi öldürmək üçün kinirlər göndərir. Əlinin altında olan məhkəmələrdən istifadə edir ki, bizi qiyabi hökmlər çıxarsınlar. Eyni zamanda sosial şəbəkələrdə və digər media özünə tabi olan media vasitələrində bizə qarşı kampaniya aparır. Bu kampaniyalar yetərli olmadığını İlham Əliyev görüb. Başa düşür ki, bizi susturmaq olmayacaq. İndi siyasi məhbuslardan bizə qarşı silah kimi istifadə edir. Və artıq bizə mesaj göndərir ki, siz mənim əleyhimə çıxsaz, siz mənim əleyhimə aksiyalar keçirsəz, biz burada sizin dostlarınızla, siyasi məhbuslara problem yaratacaq, onların həyatını təhlükəyə salacaq. Biz orada hər bir siyasi məhbusun həyatına görə narahatıq və İlham Əliyevin qatil olduğunu bilirik, İlham Əliyevin başqasan olduğunu bilirik. Biz bilirik ki, onların başına hər cür oyun aça bilərlər. Və xatırladım ki, Meydan TV-nin xanım əməkdaşları artıq bu baş verən, oruclarına qarşı baş verən zorakılıqla bağlı mediada çıxış ediblər və hətta onların zorlanma ehtimalı olduğunu da deyirlər və bunun qarşısını alacaq bir adam, bir hökumət qurumu yoxdur ki, dursun desin ki, bax bu qızların bu iddiasından sonra Azərbaycan hökuməti durub deməyib ki, belə bir şey ola bilməz, biz qaran dururuq. İlham Əliyev özünü bu orta əsrlərin feodal xanı kimi aparır. O elə bilir ki, özünə bu adamlar həbsxanaya salıb, onlardan necə gəldi istifadə edə bilər, onlar necə gəldi zülm edə bilər, onları qarşıya da sala bilər, onlara fiziki işgəncə də verə bilər, onlara qarşı o özlərinin əlində, öz əllərinin altında olan məhbuslardan da istifadə edə bilər. İlham Əliyev siyasi məhbusları mühacirlərə qarşı siyasi alət kimi istifadə etməyə başlayır. Və bu çox ciddi tendensiyaya səbəb ola bilər, çox ciddi, çox mənfi nəticələri ola bilər. Və burada həm də bizim mühacirlərin üzərinə böyük məsuliyyət düşür. Biz İlham Əliyevin bu qanunsuz əməlləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Eyni zamanda İlham Əliyev və İlham Əliyevin əlaltılarının Avropaya səfərlərində etiraz aksiyalarını daha da sürətləndirməliyik. Və şəxsən mən İlham Əliyev Almaniyaya gələndə hər zaman, hər səfərində onu qarşılamışıq. Dostlarımızla birlikdə etirazımızı bildirmişik. Bu Xarici İşlər Nazirliyinin qarşısında olub Almaniya, bu kanslerin ofisinin qarşısında bir neçə dəfə olub, bu Münhen Təhlükəsizlik Konfransı zamanı olub və bu video görüntülər paylaşmışıq, görmüşsünüz hər biriniz. İlham Əliyev və onun komandası özünü Avropada rahat hiss etməməlidir. Biz onların burada əl qolunu sallayıb rahat gəzmələrinə imkan verməməliyik. Biz imkan verməməliyik ki, onlar iclas zallarından çıxandan sonra Avropada rahat gəzə bilsinlər. Nə bilim, Berlində gəzsinlər, müxtəlif restoranlarda, müxtəlif barlarda kef eləsinlər, Azərbaycan pulu ilə. Biz onların bu istəklərini burnularından gətirməliyik. İlham Əliyev başa düşməlidir ki, o girovların başından bir tük əskil olsa, onlara qarşı etdiyi təzyiqlər nə qədər atsa, onun özünün, ailə üzvlərinin, komandası üzvlərinin Avropada gəlişlərinin hər birində etiraz aksiyası ilə qarşılaşacaqlar. Onların burnundan gətirəcək bu səfərlərin hər birini. Və Azərbaycan xalqı da, Azərbaycan ictimaiyyəti də şərlənərək həbs olunan siyasi məhbusların həyatına biganə yanaşmamalıdır. Nəzərinizdə saxlayın, yadınızdan heç vaxt çıxartmayın ki, bax o şərlənən 9 xanım jurnalist, 40-a yaxın jurnalistlər, Tofiq Yaqublu, digər siyasi məhbuslar Azərbaycan xalqının azadlıqlarına görə öz azadlıqlarına imtina edirlər. Onların hər biri İlham Əliyevin dediyinə razılaşsaydı, İlham Əliyevin dediyinə qol qoysaydı, sussaydılar bir həbsdə olmazdı. Əksinə daha yüksək yerlər belə
imkanları olardı, pulları olardı, vəzifələri olardı. Bu adamlar şəxsi öz həyatlarının, şəxsi rifahlarından imtina edib Azərbaycan xalqının, Azərbaycan millətinin haqqını müdafiə etdiklərinə görə həbsdədirlər. Biz susmamalıyıq. Bax, bu Tofiq Yaqublu'nun qarşısına salınması, qızlara qarşı baş verən bu hadisələr, digər sonlarda digər cəza çəkmə müəssisələrində baş verən qanunsuzluqlar dəhşətli dərəcədə artıb. İlham Əliyevin son səfərlərindən sonra, İlham Əliyevin Münhen səfərindən sonra, İlham Əliyevin Vaşinqton səfərindən sonra bu siyasi məhbuslara təzyiqlərin artırılması, onlara qarşı zorakılıqların olması ilə bağlı birbaşa göstəriş verir. Yəni, hələlik əli bizə çatmır, hələlik mühacirlərə əli çatmır, amma əvəzində bizim dostlarımız, bizim qisasımızı dostlarımızdan alıb və biz buna belə seyirci olmayacaq. İlham Əliyev onun yekə qulaqlarından bunu sırğa eləyib salsan, yadında saxlasın.